11 noyabr 2025-ci ildə Azərbaycanı tərk edərək Türkiyəyə qayıdan Türk Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin Gürcüstanın Sığnaq rayonu üzərində qəzaya uğraması beynəlxalq medianın gündəminə çevrildi. Hadisə nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak oldu. Qəzanın texniki tərəfləri araşdırıldıqda məlum olur ki, hava vasitəsi 1968-ci ildə istehsal edilib və uzun müddət istifadə edildikdən sonra 2012-ci ildə Səudiyyə Ərəbistanından Türkiyəyə gətirilib. Təyyarə 2014-cü ildən rəsmi uçuşlara başlayıb və 2022-ci ildə modernizasiya edilib. Lakin bütün modernizasiya və texniki servisə baxmayaraq, hadisədən dərhal sonra Türkiyə Müdafiə Nazirliyinin bu tip C-130 təyyarələrinin uçuşlarını müvəqqəti dayandırması məhz texniki şübhələrin əsas versiya olaraq nəzərdən keçirildiyini göstərir. Hazırda rəsmi istintaq davam edir və yekun nəticə açıqlanmayıb. Bununla belə ilkin təhlillərdə ən çox səslənən versiya təyyarənin yaşlanmış konstruksiyası və metal yorğunluğu ehtimalıdır. 57 illik istismar müddəti bu tip ağır nəqliyyat təyyarələri üçün kifayət qədər ciddi risk faktorudur. Təzyiq dəyişiklikləri, güclü vibrasiya, təkrar uçuş skrilləri və daşıdığı yükün xüsusiyyəti belə platformalarda mikroçatlaq, koroziya və struktur zəifliyi riskini artırır. Qəzanın texniki hesabatlarında quyruq hissəsində konstruksiya qırılması ehtimalı xüsusi olaraq qeyd olunur. Mümkün səbəblərdən biri kimi yükün uçuş zamanı yer dəyişməsi versiyası da müzakirə edilir. Belə hal təyyarənin ağırlıq mərkəzini dəyişə, aerodinamik balansı poza və pilotun uçuş nəzarət imkanlarını məhdudlaşdıra bilər. Xüsusilə hərbi yük təyyarələrində bu risk nəzəri deyil, real uçuş təhlükəsizliyi faktorudur. Ancaq rəsmi açıqlamalarda təyyarədə yük olmadığı, yalnız sərnişin daşıdığı bildirildi. Deməli, bu variant da iflasa uğradı. Qəza baş verdikdən sonra sosial mediada və bəzi alternativ platformalarda təyyarənin vurulması ehtimalı ilə bağlı fərziyyələr də yayıldı. Lakin təyyarənin qəzaya uğradığı lokasiya Gürcüstanın daxili hava məkanında aktiv hərbi müharibə zonasından uzaqda yerləşməsi bu iddiaları ciddi şəkildə sual altına qoyur. Həmçinin ilkin ekspertiza təyyarənin gövdəsində raket və ya xarici təsir izləri olmadığını göstərir. Bu, vurulma ehtimalını ən azı indiki mərhələdə zəif və sübutsuz edir. Qəza tarixindən təqribən bir ay əvvəl, 12 oktyabr 2025-ci ildə təyyarənin planlı texniki baxışdan keçməsi də istintaq üçün maraqlı nüansdır. Baxmayaraq ki, servis vaxtında aparılıb, yaşlı təyyarələrdə bütün struktur qüsurlarının aşkarlanması həmişə mümkün olmur. Bu hadisəni təkcə lokal qəza kimi deyil, son illər aviasiya sənayesində müşahidə olunan daha geniş tendensiyanın bir hissəsi kimi qiymətləndirmək olar. Həm mülki, həm də hərbi aviasiyada qəzaların artması təsadüfi deyil. Dünyada yaşlanan təyyarə parkı, pandemiya sonrası təcrübəli pilot və mühəndis çatışmazlığı, aviasiyada uçuş sıxlığının rekord səviyyədə yüksəlməsi və ekstremal hava hadisələrinin çoxalması təhlükəsizlik risklərini artıran əsas faktorlardır. Bununla yanaşı, ehtiyat hissələrinin və texniki xidmətin bahalaşması səbəbi ilə bəzi ölkələrdə təmir proseslərinin gecikdirilməsi də bu mənzərəni daha təhlükəli edir. Bu faktlar nəzərə alındıqda Gürcüstanda qəzaya uğrayan C-130 təyyarəsinin məhz texniki və konstruktiv səbəblərlə düşməsi ehtimalı yüksək görünür. Aviasiyada çox vaxt qəzaya təkcə bir səbəb yox, bir-biri ilə əlaqəli zəif həlqələrin eyni anda qırılması səbəb olur. Yaşlı texnika, yük balansı, mümkün struktur yorğunluğu və bəlkə də pilotun son anda manevr imkanı qalmaması kimi. Rəsmi nəticələr açıqlanana qədər dəqiq səbəb barədə hökm vermək çətindir. Lakin indiyə qədər məlum olan faktlar göstərir ki, bu faciə aviasiyanın hazırki qlobal problemlərinin bir göstəricisidir və texniki əsaslı qəza ssenarisi ən real və məntiqi versiya olaraq qalır. Dünya güc balansı hər gün dəyişir. Bəs bu prizmanın mərkəzində hansı güc dayanır? Very confident. Very confident. Prizma siyasi, iqtisadi, hərbi və texnoloji göstəriciləri təhlil edir. قانونی و مشروع Qlobal güc oyunlarının regionumuza təsirini burada izləyəcəksiniz.